Bismillahirrahmanirrahim. Salih Peyğəmbər Quranda adı çəkilən peyğəmbərlərdən biridir. O qədim Səmud qövmünə göndərilmişdi. Onun vəzifəsi qövmünü bütpərəstlikdən uzaqlaşdırmaq və yalnız Allaha ibadətə dəvət etmək idi. Allah Quran-ı Kərimin Hud surəsi 61-ci ayəsində buyurur: Səmud qövmünə onların qan və ya qəbilə qardaşları Salihi göndərdik. O dedi: Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin ondan başqa bir tanrınız yoxdur. Sizi torpaqdan yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən odur. Buna görə də ondan bağışlanmaq diləyin. Sonra ona tərəf qayıdın. Şübhəsiz mənim Rəbbim öz bəndələrinə yaxın və onların dualarını qəbul edəndir. Salih Peyğəmbərin dəvəti qarşısında qövmü dəlil istəyirdi. Allah onlara möcüzə olaraq bir dəvə göndərdi. Quran-ı Kərim buyurur: Şübhəsiz sizin üçün Rəbbiniz tərəfindən bir dəlil sübut gəlmişdir. Bu, Allahın tövhid, qüdrət və rəhmətindən sizin üçün bir nişanı olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın yaratdığı yer üzündə otlasın. Ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar. Lakin Səmud qövmü bu ilahi əlaməti inkar etdi. Quran-ı Kərim buyurur, onlar dəvəni öldürdülər və öz Rəbbinin əmrinə qarşı çıxdılar. Bu böyük günahın ardınca Allahın əzabı gəldi. Dəhşətli zəlzələ ilə onlar həlak oldular. Ayədə belə buyurulur. Beləliklə, möhkəm göy gurultusu nəticəsində onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və özü üstə düşmüş halda onların hamısının canları çıxdı. Salih Peyğəmbərin hekayəsi təkcə tarixi hadisə deyil, həm də böyük bir ibrət dərsidir. Salih Peyğəmbərin dəvəti sabitlik, səbr və Allaha təslimiyyət nümunəsi idi. Onun qövmü isə dünya mənafeyini uduzub, haqqı inkar etdikləri üçün məhv oldular. Bu əhvalat bizə öyrədir ki, Allahın açıq-aşkar dəlilləri qarşısında inadkarlıq insanı məhvə aparır. Salih Peyğəmbərin nümunəsi isə göstərir ki, iman və itaət insanı xilas edən yeganə yoldur.